Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Esselatu vesselamu ala Resulina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Allah'ın salamı, bereketi, mağfireti sizlerin ve bütün ümmet Muhammed'in üzerine olsun. Çok kıymetli kardeşler, Rabbimize sonsuz hamd sanalar olsun ki yine mübarek evlerinden bir evde bizleri bir araya getirip özüne secde etmek nimetini bizlere lütfeyip sonsuz hamd sanalar olsun. Yolunu gitmeye çalıştığımız iki cihan güneşi Resul-i Ekrem sallallahu aleyhi ve sellem Efendimiz'e mehlukatın nefesleri ebedince salat ve selam olsun. Yardımımız yerden devam edirik. Əsr saadetten Kur'an ve sünnet ikliminden cihana əks edən en güzel miras. İbn Abbas radiyallahu anhuma bir gün Peygamberimizin mescidinde itikafta iken bir kimse yanına gelerek salam verdi. İbn Abbas radiyallahu anhuma, kardeşim seni yorgun ve kederli görürəm dedi. Adam, bəli, ey Resulullahın əmsi oğlu, kədərliyəm. Filan şəxsə borcum var. Fəqət bu qəbrin sahibi Allah Resulü haqqı üçün söyləyirəm ki, onun haqqını ödeyə bilmirəm dedi. Bunun üzərinə İbn Abbas radiyallahu anhuma, sənin üçün o şəxslər danışır mı? Deyə soruşdu. Adam, olur deyincə də dərhal ayaqqablarını alıb məsciddən çıxdı. Adam, etikafda olduğunu unuttun mu? Nə üçün məsciddən çıxdın deyə ardından səsləndi. İbn Abbas radiyallahu anh, xeyr, mən bu qəbirdə yatan və hələ aramızdan yeni ayrılmış olan möhtərəm zatdan duydum ki, bunları söyləyərkən gözlərindən yaşlar atırdı. Hər kim din qardaşının bir işini təqib edər və o işi görərsə, bu özü üçün 10 il etikafda qalmaqdan daha xeyirlidir. Halbuki bir kimsə Allah rızası üçün bir gün etikafa girsə, Cenab-ı Hak o kimsə ilə cəhənnəm arasında 3 xəndək yaradır ki, hər xəndəyin arası günçıxan ilə günbatan arası qədər uzaqdır. Yəni, bir gün etikafda qalmaq cəhənnəmlə aram elə ki, günçıxanla günbatan arası qədər o qədər zor olur. Amma bir müsəlmanın bir ehtiyacını qarşılamaq, onun bir problemini, bir məsələsini həll eləmək 10 il etikafda qalmaqdan daha əfzəldir, daha fəzilətdir. Görürsünüz, nə boyu fəzilətli əməllər var. Mevlana Cəlaluddin Rumi Həzrətləri Şəms mənə bir şey öyrətdi. Dünyada bir tək mömin üşüyürsə, isinmə haqqına sahib deyilsən. Mən də bilirəm ki, yer üzündə üşüyən möminlər var, mən artıq isinə bilmirəm. Biz deyərirsə, bu belə xiltəkdən yuxarı olur, amma Həzrət bunu yaşayıb deyir. Mən də bilirəm ki, deyir, üşüyən möminlər var, mən artıq isinə bilmirəm. Əbul Hasan Harakani rahmetullahi aleyh həzrətləri belə buyurmuşdur. Türkistandan Şama qədər olan sahədə, yəni aləm İslamda bir din qardaşımın barmağına batan tikan mənim barmağıma batmışdır. Birinin ayağına dəyən daş mənim ayağımı acıtmışdır. Bir qəlbdə hüzün varsa, o qəlb mənimdir. O qəlb mənim qəlbimdir. Bugün İslam aləmi başdan sona qan ağlayır. Yetimlər, məzlumlar, müzdariblər, kimsəsizlər imdad gözləyir. Bizlər İslam qardaşlığı ilə əlimizdən gələn yardımı göndərməliyik. Zülmü təlqin etməli, yəni elan etməli və duyurmalıyıq. Zalimları dəstəkləyənləri boykot etməliyik.
o düşman, o İslam aləminə əziyyət edən, zülm edən ölkələrin məhsulunu almayacaqsan. O qədərini bacaracaqsan yəni. Mömin qardaşlarımıza səhər vaxtlarında yanıq-yanıq dualar etməliyik. Pakistanın quruluşunda fikir atalığı etmiş olan şair Muhammed İqbal öz ölkəsində Hindulara qarşı istiqlal mücadiləsi verirlərkən İtalyanların Trablusgarp vilayətimizə hücum etməsinə dair xəbərlə sarsılmışdı. Fəqət çox keçmədən bir ovuc türkün orada ortaya qoyduğu igidlik və fədakarlıq xəbərləri ilə təsəlli tapmış, hətta bu qəhrəmanlıqları öz xalqına cəsarət vermək üçün şeirləri ilə əbədiləşdirmişdir. O əsnada Hind müsəlmanları, bugünkü Pakistanlılar, Türkiyəyə dəstək ola bilmək üçün bir miting tərtib etmişdilər. Muhammed İqbal bu mitingdə topluluğu həyəcana gətirən müthiş bir şeir oxumuşdur. Əsli ürdücü olan o şeirdə deyilirdi ki, bu dünyanın son dərəcə izdiraf verən hallarından sıxılmış, başqa bir aləmə köçmüşdüm. Mələklər məni Həzrət Muhammed sallallahu aleyhi ve sellem hüzuruna gətirdilər. Peyğəmbərimiz soruşdu, mənə gözəl bir qoxu kimi yaxınlaşdın. Söylə mənə, o dünya aləmindən gətirdiyin gözəl hədiyyə nədir? Ya Rasulullah dedim, dünyada huzur və rahat qalmalı. Arzu edilən həyat ələ keçmir. İnsan istədiyi kimi huzur içində dinini yaşayıb mənəviyyatını artıra bilmir. Varlıq bağçalarında minlərcə lalə və gül var. Fəqət heç birində vəfa qoxusundan əsər yox. Dünyadakı varlıqlar fani və keçici. Onlara iltifat etməyə, hədiyyə deyə götürməyə dəyməz. Buna baxmayaraq, huzurunuza hədiyyə olaraq billur bir şüşə gətirirəm. Bu billur şüşənin içində o dərəcə qiymətli bir şey var ki, əmsalını tapmaq imkansızdır. Bu şüşədə ümmətinizin namusu, şərəfi və vicdanı vardır. Bu şüşədə Trablusgarp İslam bölgəsində işğalçı İtalyanlara qarşı hərb edərkən şəhid düşən Türk əskərlərinin mübarək qanı vardır. Bu müthiş xitab üzərinə oradakı insanlar nələri varsa verdilər. Trablusgarp hərbindən başlayaraq 1-ci Dünya Savaşı və İstiqlal hərbinə qədər davamlı Osmanlıya yardım elədilər. Bugün də Fələstində, Qazzədə, Myanmarda və bənzəri Əhl-i İslamın məzdum matəm diyarlarında mömin qardaşlarımızın qanı axıdılır. Övladları qətl edilir, ırzları çeynənir, məbədləri yıxılır. Bir mömin hadisatın axışından özünü məhsul hiss etməlidir. Bugün yardım etmə sırası bizdədir. Dünyanın dörd bir yanındakı müzdərif qardaşlarımızın izdirabını gönlümüzdə hiss etməli və əlimizdən gələn hər imkanla onların imdadına getməliyik. Bu yardım xüsusunda özümüzə ölçü olaraq bu misalları soruşmalıyıq. Bizim yerimizdə sahabe-i kiram olsaydı nə edərdi? Əlimizdən gələn yardımı etməzsək, məhşər yerində Resulullah Efendimizin üzünə necə baxarıq? Muhammed İqbal hərbi ümumi müsibətləri qarşısında ümidsizliyi bərtaraf etmək üçün bu məaldəki misraları qələmə almışdır. Osmanlıların üzərinə qədərdən bir dağ yığılmışsa da sən üzülmə. Çünki 1000 ulduzun qanı tökülmədən şəfəq sökməz. Dan yeri ağarmaz yəni. Mehmet Akif'in vurulub tərtəmiz alnından uzanmış yatır, bir hilal uğruna ya Rəb, nə günəşlər batır.
misralarında da ifadə edildiyi kimi mallarını və canlarını əbədi cənnət qarşılığında Allaha satmış olan möminlər İslamın zəfəri üçün canlarını fəda etməyi şərəf və nemət bilirlər. Allah cəmi şəhidlərimizə rəhmət eyləsin. Yəni 44 gündə Qarabağ elə belə alınmadı. O bayrağımızdakı hilal uğruna nə günəşlər batdı. Yəni nə oğullar, nə igidlər canlarını biz bugün burada rahat cümə namazımızı qıla bilək deyə, burada rahat vəzimizi eləyək deyə canlarını fəda edərlər. Biz də vəfa borcalaraq hər zaman onları rəhmət və minnətlə anmalıyıq. Allah Teala qazilərimizə də şifalar ihsan eyləsin. Onlar da canlarını ortaya qoydular.